Salamlayıram hər birinizi. Bugün sizinlə birlikdə Azərbaycan iqlimi mövzusuna baxacağıq. Bilirsiniz ki, bizim kanalda Azərbaycanın iqlim tipləri mövzusunun video izahı var. Bugün isə sizə Azərbaycan iqliminə giriş olaraq Azərbaycanda günəş radiasiyası, temperatur, yağıntıların paylanması və Azərbaycana daxil olan hava kütlələri haqqında danışacağıq. Bu Azərbaycan iqliminin ümumi izahıdır. Əvvəlcə siz bunu izləməlisiniz və yetərincə bu mövzunu yaxşı qavramalısınız. Daha sonra isə Azərbaycanın iqlim tipləri videomuzu izləyə bilərsiniz ki, bununla da Azərbaycan iqliminə aid mövzuları bitirmiş olacaqsınız. Birinci olaraq bugün gəlin başlayaq Azərbaycanda günəş radiasiyasından. Azərbaycanda günəş radiasiyasından başlamazdan əvvəl yadımıza salaq ki, biz demişdik ki, atmosfer bölməsində günəş radiasiyası enliklər üzrə fərqlidir. Məsələn, ekvatorial enliklərdə günəş radiasiyası 140-145, tropik enliklərdə 200-220, mülayim enliklərdə 100-140, qütblərdə isə 30-35 kilokaloriya qədər düşürdü. Azərbaycan Respublikasında isə günəşin radiasiyası 120, baxın şkaldığı görünür, 120-160 kilokalori arasında dəyişir. Yaxşı. İndi biz bilməliyik ki, bu ümumi götürəndə yaxşı bir rəqəmdir, yaxşı bir göstəricidir. Yəni Azərbaycan günəşli bir ölkədir deyə bilərik biz. Amma Azərbaycanda bu günəş radiasiyasının paylanması necədir? Harda çoxdur, harda azdır? Gəlin buna nəzər yetirək. Bu xəritədə görürsünüz, 9-cu sinif dərsindən götürülmüş xəritəmizdir. Baxın, biz birincisi başa düşməliyik ki, bir dəfəli olaraq. Azərbaycanda düzənliklər isti quru yerlərdir əksərən. Yəni düzənliklərimiz günəş radiasiyasına yaxşı təmin olunur. Və eyni zamanda biz başa düşməliyik ki, Azərbaycanda düzənlik və dağətəyi yerlər günəşlidir. Və bir dəfəlik olaraq bilməli ki, dağın ortasında bulud var. Yaxşımı? Bunu belə yadınızda saxlayın. Dağın ortası, yəni orta dağlıq ərazilər buludlu ərazilərdir. Demək ki, burada günəş radiasiyası azdır. Orta dağlıqdan yüksəkdə dağlığa qalxdıqda isə günəş radiasiyası yenidən yüksəlir. Niyə? Çünki artıq siz buludu keçdiniz axı yuxarı. Deməli, düzənlik ərazilərimizdə günəş radiasiyası çoxdur. Orta dağlığa doğru günəş radiasiyası azalır. Çünki orta dağlığımız buludlu ərazilərdir, yağışlı ərazilərdir. Yüksək dağlığa qalxdıqda Azərbaycanda günəş radiasiyası yenidən artır. Bunu əvvəla bir məntiq olaraq anlayaq və beynimizə yerləşdirək. Daha sonra isə nəzər yetirək qarşımızdakı xəritəyə. Bu xəritəyə baxdıqda görürük ki, ən tünd rəngdə verilmiş ərazi Naxçıvan Muxtar Respublikasıdır və biz buradan belə bir qənaətə gəlirik ki, Naxçıvan Azərbaycanda günəş radiasiyasının ən yüksək olduğu ərazidir. Və burada biraz daha diqqətlə baxdıqda görürük ki, Zəngəzur və Dərələyəz dağları, yəni Naxçıvanın yüksək dağlıq ərazisi günəş radiasiyasının ən çox olduğu ərazidir. Burada 152-160 kilokaloriya qədər artıq maksimum, Azərbaycanda görünən maksimum günəş radiasiyasına gəlir çıxır. Naxçıvanın yüksək dağlığı. Daha sonra bizim nəzərimizə çarpır Naxçıvanda arazboyu düzənliklər. Bu düzənlikləri də tanıyırıq. Azərbaycan düzənlikləri videomuzda var, oradan baxa bilərsiniz. Sədərə, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad. 7 dənə düzənlikimizdir əsas arazboyu düzənliklər. Bu ərazilərdə günəş radiasiyasının çox yayıldığı ərazilərdir. Burada 148-150 kilokalori intervalında günəş radiasiyası olur. Daha sonra biz görürük ki, Böyük Qafqazın və Kiçik Qafqazın yüksək dağlıq əraziləri, həmçinin fikir verin Talış dağlarında da, ümumiyyətlə Azərbaycanda yüksək dağlıq ərazilər yenə günəş radiasiyasının çox olduğu ərazilərdir. Belə ki, Böyük və Kiçik Qafqazın da yüksək dağlıq ərazilərində 140-150 kilokalori günəş radiasiyası var. Deməli, biz testlərdə günəş radiasiyası çox dedikdə haraları gözümüz axtaracaq? Birinci Naxçıvanın yüksək dağlığı, dedik ki, burada 152-160 kilokalori intervalında olur. Daha sonra Naxçıvanın düzənlik hissəsinin, arazboyu düzənliklərin və daha sonra 140-150 kilokalori arasında dedik, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərin, bunlar ən yüksək günəş radiyasiyası olan yerlərdir. Bunlardan sonra günəş radiyasiyası 128-132 kilokalori biz bura Kür-Araz ovalığını deyə bilərik. Baxın burada Şirvan düzü, Mil düzü, Muğan düzü, Cənub-Şərqi Şirvan, Salyan düzü, burada Hərəmi düzü, Abşeron yarımadası, bu tünd sarı rəngdə rənglənmiş ərazi növbəti günəş radiyasiyasının daha yüksək olduğu yerdir. Digər ərazilərimizə gəldikdə artıq azala-azala gedir günəş radiyasiyası. Təbii ki, nisbətən daha buludlu yağıntılı yerlərimiz var bizim. Buralar haralardır? Böyük və Kiçik Qafqazın orta dağlıq əraziləridir. Böyük Qafqazın, baxın burada cavab yamacıdır. Kiçik Qafqazın orta dağlığıdır, dağ ətəyidir. Daha sonra Lənkəran ovalığı və Talış dağlarının ətəkləridir.
Bax, bu ərazilər təbii ki, daha buludlu ərazilər olduğuna görə burada günəş radiasiyası daha azdır. Hətta 120 kilokaloriya qədər düşə bilir günəş radiasiyası. Bax, bu günəş radiasiyasının Azərbaycanda paylanmasıdır. Bir də suallarda bunun qrafiki ilə bağlı sual düşə bilər ki, hündürlüyə doğru getdikcə günəş radiasiyasının dəyişmə qrafiki. Bu da əslində başa düşsəz çox rahat bir şeydir. Baxın, tutaq ki, bu mütləq hündürlüyü bildirir bizə şkalada. Buraya isə kilokalorini bildirir, yəni günəş radiasiyasını bildirir. Gəlin bunların asılı qrafikini çəkək. Biz dedik ki, düzənlikdə dağın ətəyindən əvvəlcə günəş radiasiyası çoxdur. Orta dağlığa doğru günəş radiasiyası azalır. Çünki orta dağda dedim nə var? Bulud var. Orta dağdan yüksək dağlığa getdikcə günəş radiasiyası yenidən artır, hətta maksimuma qədər gedir çıxır. O zaman fikir verin. Əvvəlcə mütləq hündürlük artdıqca əvvəlcə günəş radiasiyası azalacaq orta dağlığa doğru, orta dağlıqda fikir verin, azaldı hündür. Hündürlük artdıqca yenidən günəş radiasiyası yüksək dağlığa doğru artacaq. Bax, V hərfini yaddasan, V şəkilli formada günəş radiasiyasının mütləq hündürlükdən olan asılı qrafiki. Bax, bu formada dəyişir Azərbaycanda. Bu oldu bizim üçün günəş radiasiyası. Daha sonra bizim nəzər yetirməli olduğumuz mövzu təbii ki, Azərbaycanda temperatur dərsidir. Azərbaycanda kitablarda da oxuya bilərsiniz ki, indiyə qədər qeydə alınmış ən yüksək temperatur müsbət 46 dərəcə Selsi, ən aşağı temperatur isə mütləq minimum temperatur isə mənfi 33 dərəcə Selsidir və bunlar hər ikisi Culfa rayon ərazisinə, yəni Naxçıvan Muxtar Respublikasına düşür. Buna görə də biz deyə bilirik ki, ümumiyyətlə Naxçıvan ərazisi Azərbaycanın iqliminə görə ən kontinental ərazisidir. Kontinental nə deməkdir? Yəni ən sərt iqlimə malik ərazisidir ki, yayı çox isti və quraq olur, qışı isə çox soyuq və quraq olur. Yəni amplituda, temperatur amplitudası böyükdür. Kontinental yerdir. Amma orta temperatura baxdıqda biz baxın, sizin qarşınızda Azərbaycan Respublikasında havanın orta illik temperaturunu göstərən bir xəritə var. Siz burada görürsünüz ki, daha çox orta temperatur Kür-Araz ovalığındadır. Xüsusilə baxın, Kürdəmir ətrafı və Neftçala ətrafı ərazilər ki var. Yəni Kür-Araz ovalının mərkəzi və cənub-şərqi. Buralarda maksimumdur. Eyni zamanda baxın, ümumiyyətlə Kür-Araz ovalığı və həmçində Lənkəran ovalığı nisbətən o illik orta temperaturun çox olduğu ərazilərdir. İllik orta temperatur burada 14-14.5 dərəcə Selsi intervalındadır. Daha sonra haralar gəlir? Daha sonra Azərbaycanın digər düzənlikləri gəlir. Yəni orta temperaturuna görə. Sonra baxın, burada Şollar düzündən tutmuş Samur Dəvəçi, Abşeron yarımadasının şimalı, Qanıxəri çay düzənliyi, burada Ceyrançıl Acınoğur, Gəncə Qazaq düzü, Qarabağ düzü, Gəyən İncə hərəmi, Naxçıvan o bayaq saydığım 7 dənə Araz boyu düzənlikləri, bunlar da daha sonra gəlir orta temperaturun istiliyinə görə. Çox vaxtı testlərdə nə səhv eləyirlər? Məsələn, yazır ki, orta temperaturu daha çoxdur. Misal üçün verib Kürdəmir və Culfa. Baxırsan ki, Culfanı götürürlər cavab kimi. Bu təbii ki, səhvdir. Niyə görə? Belə bir məntiqlə düşünürlər ki, Culfada ən yüksək temperatur Culfada olub da müsbət 46. Amma burada nəzərə almaq lazımdır ki, sualda ən yüksək temperaturu soruşmur, orta temperaturu soruşur. Culfada ola bilər yayda ən yüksək temperatur olub, amma qışda da ən aşağı temperatur olub baxır. Ortalayanda ədədi ortada daha aşağı gəlir. Amma məsələn Kürdəmir yayda ola bilər ki, Culfadan bir neçə dərəcə daha aşağı temperaturu. Amma qışda axı Culfadan çox daha mülayimdir havası. Ona görə ortalayanda Kürdəmir, Kür-Araz ovalığı daha isti bir yer olur. Aydındırmı? Və orta temperaturun daha aşağı olduğu yerlər haradır? Təbii ki, dağlardır. Aydın məsələdir ki, istər Böyük Qafqaz, istər Kiçik Qafqaz, Zəngəzur, Dərəliyəz, Talış fərq eləmir. Yəni dağın bilirsiniz ki, ətəyindən zirvəsinə doğru şərqi olaraq temperatur hər 100 metrdə 0.6 dərəcə Selsi azalır. Demək ki, dağda nə qədər mütləq hündürlük çox olarsa, dağda nə qədər hündürə doğru gedərsinizsə, temperatur orada bir o qədər də aşağı olacaq. Və Azərbaycanda bilirsiniz ki, qar xətti 3900 metrdən keçir. Yəni 3900 metr artıq 0 dərəcədən yuxarı qalxmayan temperatur olaraq qəbul olunur. Bax, bu da oldu Azərbaycanın temperatur dərsi. Düşünürəm ki, burada da bir çətin məsələ qalmadı. Daha sonra gəlir Azərbaycanın yağıntı mövzusu. Azərbaycanda maksimum, minimum yağıntıya baxanda maksimum burada Lənkərandadır. Gördüyünüz kimi, minimum isə burada Puta məntəqəsi var. Bakıdan cənub-qərbdə. Bura hesab olunur. Ümumiyyətlə, bax, bayaq da dedim ki, biz qəbul eləməliyik ki, Azərbaycan quraq bir ölkədir. Və Azərbaycanın düzənli hissələri əksərən quraqdır.
Azərbaycanda yağıntılı yer haradır? Nisbətən Böyük Qafqazın və Kiçik Qafqazın orta dağlıq ərazilər. Çünki bayaq dedim ki, orta dağlıqda yağış var. Hə, bir də bundan başqa istisna olaraq, yəni düzənlik olaraq, bax burada Lənkəran ovalığını götürə bilərsiniz yağıntılı. Ümumiyyətlə Azərbaycanın ən yağıntılı yeri Lənkəran Astara bölgəsidir. Lənkəran ovalığı Talış dağlarının ətəkləri. Bura birinci beyninizdə olsun həmişə yağıntılı buludlu yer kimi. Daha sonra Böyük Qafqazın cənub yamacı. Fikir verin, bax bura. Bir də burada Qanı-Xəri çay düzənliyi də var, o da yağıntılı yer hesab olunur. Təbii ki, Böyük Qafqazın cənub yamacı və həmçinin Qanı-Xəri çay düzənliyi yağıntılı yerdir. Bir də təbii ki, Böyük Qafqazın, Kiçik Qafqazın orta dağlıq əraziləri. Yağıntılı yerlərdir. Amma qalan Kür-Araz ovalığını gördünüz, Abşeron yarımadası ən quraq yerdir məsələn. Samurda-Əvəç ovalığını gördünüz, Naxçıvanın Arazboyu düzənliklərini gördünüz. Ümumiyyətlə Azərbaycanın düzənlik ərazilərini gördünüz. Bunlar daha quraq ərazilərdir, təbii daha arid ərazilərdir. Və burada artıq belə bir məntiq də çıxara bilərik ki, siz bilirsiniz ki, günəş radiasiyasında düz radiasiya var idi, səpələnən radiasiya var idi. Düz radiasiya buludsuz ərazilərdə olurdu, quraq ərazilərdə. Buludlu ərazilərdə səpələnən radiasiya. Deməli, sizdə Kür-Araz ovalığı, Abşeron yarımadası kimi, Naxçıvan Arazboyu düzənlikləri kimi ərazilər gəlsə, bunlar düz radiasiya. Amma Böyük Qafqazın cənub yamacı, Talış dağları ətəkləri, Lənkəran ovalığı, Kiçik Qafqaz, Böyük Qafqaz orta dağlığı kimi və yaxud da baxın Qusar maili düzənliyi kimi ərazilər gəlsə, bunlar daha yağıntılı, daha buludlu ərazilər olduğundan burada səpələnən radiasiya xarakterik olur. Burada da düşünürəm ki, yenə çətin bir şey olmadı, çətin bir şey qalmadı. Və sonra növbəti olaraq gəlir Azərbaycanda hava kütlələri, Azərbaycana daxil olan hava kütlələri. Mən istəyirəm ki, buna ümumi xəritə üzərindən baxaq, dünya xəritəsi üzərindən. Azərbaycanın şimal yarımkürəsində yaranan ekvatorial hava kütləsi xaric olmaqla bütün hava kütlələri daxil olur. Yəni tropik də, mülayim də, arktik hava kütləsi də Azərbaycan ərazisinə daxil olur. Biz burada gəlin sırayla baxaq. Birinci başlayaq arktik hava kütləsindən. Hər halda hər birinizə aydındır ki, arktik hava kütləsi şimalda yaranır və Azərbaycana şimal ərazidən daxil olmalıdır. Və biz bilirdik ki, hava kütlələri iki yerə bölünür. Dəniz, kontinental. Dəniz hava kütləsi adından da görünür kimi dənizin üstündə yaranır. Dəniz də nədir? Su. O havanı daha rütubətli, daha mülayim edir nisbətən. Amma kontinental materikin üzərində yaranır və daha quru, daha sərt, adından da görünür, daha kontinental olur. Arktik hava kütlələri də Azərbaycana gələn arktik hava kütlələri də bölünür. Arktik dəniz və arktik kontinental. Arktik kontinental hava kütlələri Azərbaycana şimal buzlu okeanının şərq donmuş su səthi üzərindən. Burada Barents dənizi və Kara dənizini görürsünüz. Barents və Kara dənizlərinin donmuş səthi üzərindən gəlir arktik kontinental. Təbii ki, qış fəslində gəlir, təbii ki, şaxtalı hava yaradır, daha quraq hava yaradır, mənfi temperatur yaradır, nisbətən qar yağmasına təbii ki, səbəb ola bilir. Bir də var arktik dəniz hava kütləsi. Arktik dəniz hava kütləsi Azərbaycana baxın, Şpitsbergen adaları və Qrenlandiya adaları üzərindən gəlir. İndi burada maraqlı bir cəhət ola bilər ki, bunlar adalardır, yəni quru ərazisidir. Niyə görə buradan arktik dəniz hava kütləsi gəlir? Çünki burada Atlantik okeanın Avropa sahillərində Şimali Atlantik və Norveç isti cəryanları var. İsti cəryanlar da nə edir? Havanı daha rütubətli, daha mülayim hala gətirir. Və bu arktik hava kütlələri bu adaların üzərindən gələrkən o cəryanların təsirinə məruz qalır. Avropa üzərindən keçib Azərbaycana gəlir və daha mülayimləşir. Ona görə bu gəlir arktik dəniz hava kütləsi. Ümumiyyətlə arktik hava kütləsi təbii ki, havanı soyudur, daha güclü külək yaradır. Sadəcə arktik kontinental daha sərt, nisbətən daha quraq hava yaradır. Amma arktik dəniz nisbətən daha yağıntılı hava şəraiti əmələ gətirir. Hər ikisi də əsasən ilin soyuq dövründə gəlir. Daha sonra gəlir bizdə mülayim hava kütlələri. Mülayim hava kütlələri Azərbaycana yenə iki yerə bölünür. Mülayim dəniz və mülayim kontinental hava kütlələri. Mülayim kontinental hava kütlələri əsasən Azərbaycanın Rusiya, Qazaxıstan ərazilərindən gəlir. Yəni burada Qərbi Sibir ovalığı, Ural dağları və Qazaxıstan ərazilərindən Azərbaycana mülayim kontinental hava kütləsi gəlir. Mülayim dəniz hava kütləsi isə Azərbaycana gəlir Atlantik okeanı üzərində, burada Azor adaları hövzəsindən Azərbaycana gəlir. Bu da olur mülayim dəniz hava kütləsi. Təbii ki, temperaturu aşağı salırlar, temperaturu sərinləşdirirlər. Mülayim dəniz hava kütləsi təbii ki, havanı daha yağıntılı eləyir mülayim kontinentala görə.
Mülayim kontinental yayda daha quru hava əmələ gətirir, qışda nisbətən yağıntı verir. Mülayim dəniz isə daha çox yağıntı verir, təbii ki, dəniz hava kütləsi olduğuna görə. Daha sonra mülayim hava kütlələrindən sonra Azərbaycana gələn növbəti hava kütləsi təbii ki, tropik olmalıdır. Tropik də məlum məsələdir ki, tropik enliklərdən, yəni cənub tərəfdən gəlir. Burada biz əsasən iki yerin adını çəkirik. Afrikanın şimalı, hər halda məlum məsələ ki, Böyük Səhra tropikdir. Və Ərəbistan yarımadası, bunun da hər halda tropik, bu hər iki yerin tropik kontinental, yəni tropik səhra olduğunu bilirsiniz. Və buradan bizə tropik kontinental hava kütlələri gəlir. Bunlar əsasən yay fəslində gəlir, ilin isti dövründə və tropik hava kütləsi də məlum məsələ ki, isti və quru havadır. Səhranın üstündən gəlir də Azərbaycana. Ona görə də bu hava kütləsi Azərbaycanda isti və quru hava şəraiti əmələ gətirir yay fəslində. Hətta bu hava kütləsi cənubdan gələrkən Talış dağlarında inversiyada səbəb olur ki, orta dağlığa qalxdıqca Talış dağlarında quraqlıq əmələ gəlir bulud yerinə. Çünki İrandan gələn isti quru hava kütlələri buna səbəb olur. Bax, bu tropik hava kütlələri. Növbəti bir Azərbaycana gələn hava kütləsi cənub siklonlarıdır. Cənub siklonları Azərbaycana Aralıq dəniz və Kiçik Asiya yarımadası üzərindən gəlir. Yəni cənub-qərb istiqamətdən gəlir. Temperaturu aşağı salır, küləkli buludlu hava yaradır və bir də təbii ki, yağıntı da verir. Çünki o bir siklon da alçaq təzyiq sahəsidir. Və son olaraq Azərbaycana gəlir Orta Asiya hava kütlələri. Adından da məlum məsələdir ki, Mərkəzi Asiyadan, Orta Asiyadan gəlir və Orta Asiya necə bir yer idi? Biz iqlimdə demişdik, kontinental yer idi. Çox kəskin kontinental ərazilərdir Orta Asiya. Yəni yayı çox isti qurudur, qışı da çox soyuq qurudur. Və bunlar Azərbaycana gələndə Orta Asiya hava kütləsi yay fəslində gəlsə, havanı daha da isti və quru eləyir. Qış fəslində gəlsə, havanı daha da soyuq və quru eləyir. Niyə Azərbaycanda səhra yaratmır? Xəzərə görə. Xəzər dənizindən üzərindən keçib gəldiyinə görə bu hava kütləsi Azərbaycana. Xəzər buranın havasını müəyyən qədər mülayimləşdirir. Yəni su hövzəsi üzərindən gələrkən nisbətən mülayimləşir. Amma yenə də yayda daha isti quru, qışda isə daha soyuq quru, yəni kontinental hava formalaşdırmış olur. Bax, bu Orta Asiya hava kütlələri. Bax, bu qədər Azərbaycanın temperaturu, günəş radiasiyası, yağıntısı və hava kütlələrindən danışdıq. Ümid edirəm ki, sizin üçün faydalı bir dərs olacaq. Bu dərsə baxdıqdan, həmçinin də öyrəndikdən sonra, təbii ki, kitabdan da və testlərində işlədikdən sonra Azərbaycan iqlim tipləri videosunu da izləməyinizi tövsiyə edirəm və vahid halda mövzuları öyrənin. Düşünürəm ki, artıq sizin üçün testlər çətin olmayacaq. Sağ olun, salamat qalın.